Dostlar, hamıya salam. Hər vaxtınız xeyir olsun. Deyərdim ki, ümidvaram ki, yaxşısınız. Amma 100% kanalın 70% izləyicisinin nastroyeniyası günündədir, mən daxil. O qalan 30% də ya Real azarkeşidir, ya da ki, digər klubun azarkeşidir. Necəsiz dostlar? İşlər qaydasındadır. Özünüzü necə hiss edirsiniz? Son oyunlardan sonra vəziyyət nətərdir? Özünüzə gələ bilmisiniz, yoxsa yox? Həmişə siz sual verirsiniz, bu dəfə mən sizə sual verim. Dostlar, əziz Barcelona azarkeşləri, bilirəm ki, doğrudan da indi keyfiniz bir o qədər də yaxşı deyil, qanınız qaradır, anlayıram sizi. Mən də o vəziyyətdəyəm. Doğrudan da hal-hazırda komandamız bir o qədər də yaxşı günlərin keçirmir. Bilmirəm, nələr baş verdi, birdən-birə nə oldu. Hər şey gözəl, hər şey belə zor idi, qəşəng də gedirdik. Amma birdən-birə hər şey 360 dərəcə dəyişdi. 360 dərəcə dəyişdi. Tam olaraq mövsümün əvvəlinə qayıtdıq. Mövsümün əvvəli də bir o qədər də yaxşı başlamamışdıq. Xal itirirdik, stabil deyildik. Daha sonra Flick Chelsea məğlubiyyətindən sonra söz verdi ki, bu komanda özünə gələcək və Flick sözün üstündə durdu. Barcelona'nı diriltdi və Barcelona son oyunlara qədər gözəl irəliləyirdi və gözəl seriyaya başlamışdı. Amma Atletico Madridlə oyunda hər şey məhv oldu. İndi deyə bilərsiniz ki, Atletico Madriddən öncə biz Real Sociedad'a məğlub olmuşduq. Bu başqa məsələ. Amma sırf olaraq Atletico Madrid ilə oyun bizim əsl üzümüzü göstərdi. Atletico Madridlə oyundan sonra mən TikTok'a girə bilmədim. Mən Instagram'a girə bilmədim. Kimin ki əlində telefon var, kim ki telefon işlədə bilir, hamısı mənə edit hazırlamışdı. Buradan hamısına öz təşəkkürümü bildirirəm. Doğrudan da gözəl bir edit idi. Bunu boynumuza almalıyıq. Və buradan o 18 Atletico Madrid azarkeşinə səslənirəm və sözümün arxasında dururam. Atletico Madrid o komanda deyil ki, bizə problem yaşatsın. Bunu mən həmişə demişəm, deyirəm və deyəcəm də. Bu bir qələbə sizə əgər sevindirirsə, doğrudan da sizin adınıza şadam. Ən azından sevinməyə bir səbəbiniz oldu. Və demirəm ki, indi komanda comeback edəcək və yaxud edə bilməyəcək. Bu Barcelonadır, bunu hər zaman biz Barcelona'dan gözləyirik. Nələr olacaq, biz bunu növbəti ayda görəcəyik. Bu başqa məsələ. Amma bu oyunda siz qalib gəlmədiniz, bu oyunda Barcelona məğlub oldu. Və buradan yenidən deyirəm, Atletico Madridin qələbəsini aşağılamaq istəmirəm. Təbrik edirəm hər birinizi. Bu başqa məsələ. Amma Barcelona'da nələrsə düz getmir. Nəsə problemlər var. Bu Flicklə bağlıdır, bu heyətlə bağlıdır, bu rəhbərliklə bağlıdır. Bilmirəm nə ilə bağlıdır, amma düz getmir nələrsə. Və bu bizim gördüyümüz Barsa deyildi. Bizim gördüyümüz Barsa Atletico Madridə belə acizcəsinə uduzmayacaqdı. Bunu hamımız çox gözəl bilirik. Oyundan sonra çox azarkeşlər bildirdi ki, Pedri, Rafinha, onların yoxluğu, hakimin ədalətsizliyi, yeri gəlmişdən hakimin ədalətsizliyi haqqında danışacağam. Nəinki Atletico Madridlə oyunda, hətta Girona ilə oyunda olanları da belə danışacağam. Son iki oyunda Barsa'ya qarşı biabırçı hakim qərarları oldu. Bunu hər biriniz gördünüz. Və təəssüflər olsun ki, adamı yandıran bilirsiniz nədir? Bu qərarlara sadəcə olaraq lağ edənlər var. Ağlamayın, uduzanda kişi kimi uduzun, məğlubiyyəti boynunuza alın. Bu nə məntiqdir, başa düşmədim. Uduzmuşuq, məğlub olmuşuq, təbrik edirəm. Amma mən nəyə görə ədalətsizliyi deməməliyəm, nəyə görə olanları unutmalıyam? Mənim komandama qarşı, azarkeşlik etdiyim komandaya qarşı haqsızlıq olur və mən bu haqda susmalıyam. Kimsə susa bilər, amma mən susan deyiləm. Və mənim komandamda hansısa komandaya qarşı haqsızlıq etsə və edirsə, bunu deyirəm və deməliyəm də. Amma son dönəmlər Barcelona'nın hansısa kluba qarşı belə ədalətsizliyi mən görməmişəm. Və həmçinin bu Real Madridə də aiddir. Ola bilər mən Real Madridi sevmirəm. Amma Real Madridə qarşı haqsızlıq olanda bunu həmişə demişəm.
mənim əvvəlki videolarıma da baxa bilərsiniz. Məni çoxdan izləyən real azarkeşləri də bunu çox gözəl bilirlər ki, Reala qarşı olan ədalətsizlikləri mən həmişə demişəm. Hakimlər tərəfindən və yaxud başqa ədalətsizlik olanda mən bunu demişəm. Və Real Madrid tərəfindən də ədalətsizlik olanda bunu həmişə bildirmişik. Yəni Real Madrid tərəfindən ədalətsizlik deyəndə bu demək deyil və yaxud Barsa tərəfindən ədalətsizlik deyiləndə ki, yəni sırf olaraq Real Madrid Barsa bunu eləyir. Yəni hakimlərin Barsa və Realın leyhinə səhv verdiyi qərarları demək istəyirəm. Yəni bunu düzgün alın zəhmət olmasa. Hə, mövzudan kənarlaşdım. Rafinha Pedri məsələsi deyil bu. Bəli, Rafinha Pedri olmaya bilər. Zədəlidirlər, komandanın açar oyuncularıdır. Bunu dana bilmərik. Amma sən hal-hazırki Atletico Madridə 4-0 uduza bilmərsən. Bu qeyri-mümkündür. Pedri yox, istəyirsən sənin sastavında Messi olsun, amma oynamasın zədəyə görə. Sən uduza bilmərsən 4-0. Belə dominant şəkildə uduza bilmərsən. Nəsə problem var. Flick. Onsuz da mənə eşitmir Flick. Yəni mən burada Flickə xitab edəndə o demək deyil, sırası Flickə xitab edirəm və Flickin eşitməyini istəyirəm. Mən sizə xitab edirəm, sizə bildirirəm. Flick nələrsə dəyişməlidir. Belə olmaz. Bu hündür müdafiə xətti artıq rəqiblər tərəfindən çözülüb. Həll yolu tapılıb. Bəli, ötən mövsüm rəqiblər çaşbaş qalmışdı. Deyirdilər, bu nə da la? Bu hara gəlib çıxıb bu Kubarsi? Ola Inigo Martinez, neynirsən sən burada qardaşım? Sən mərkəzdə nə Ala Balde gedib hücumda oynayır. Kunde yoxdur. Rəqiblər deyirdilər ki, başa düşə bilmirəm, nə baş verir? Amma sonra oturdular, analiz etdilər bu oyunları, Barsanın oyunlarına baxdılar və gördülər ki, burada nəsə həll yolu tapmaq olar. Artıq onlar da bir sıraya düzülürlər, Barsanın müdafiəsi ilə eyni xəttdə və arxa, yəni ikinci xəttdən, İkinci fazadan kimsə qaçır hücuma və hündür, yəni yuxarıdan gələn ötürməklə təkbətək çıxır ya da ortaya pas verir və qol olur. Bir dənə Barsanın buraxdığı qollara baxın. Demək olar hamısı eynidir. Hamısı eynidir. Cinaha top ötürülür, cinahdan mərkəzə top ötürülür, ya boş qapıya vurulur ya da hansısa bir oyuncu ortaya çıxarır, o birisi tamamlayır. Bu qədər sadə. Atletico Madrid ilə oyundan çox danışmaq istəmirəm. Olanlar oldu, keçsi deyirik. Bəli, canımız sağ olsun, yəni olur, belə soyuq duş lazımdır bəzən komandaya. Bəzən belə bir zərbə almalıdır ki, komanda özünə gəlsin. Amma gördük ki, yəni bu zərbənin heç bir xeyri olmadı. Girona ilə oyunda heç nə dəyişilmədi. Nəyə görə dəyişilmədi? Yenidən Flick haqqında danışmaq istəyirəm. Flick'i pisləyə bilmərik. Flick'i pisləmərəm heç vaxt. Flick mənim ən sevimli baş məşqçilərimdən biridir. Amma Flick bəzən öz prinsiplərindən geri çəkilməlidir. Belə müdafiə xətti olmaz. Və burada bəzilərimiz və bütün dünya günahı Barsanın oyuncularının üstünə atır ki, Barsanın müdafiə xəttində oynayan oyuncular rəxiddir, nə bilim, biri təcrübəsizdir, biri problemlidir. Razıyam, bəli, bu da öz sözün deyir. Amma hal-hazır ki, o sistem oyunculara bağlı deyil. Kunde'nin yerində Aşraf Hakimi olsun, Kubarsinin yerində Saliba olsun, Erik Garcia'nın yerində Van Dijk olsun, Balde'nin yerində Maldini olsun, yenə də bu sistem olsa, Barcelona yenə də həmin qolları buraxacaq. Problem burada 50-50-yədir, hətta çox, 70-in 30-adır. 30% oyuncuların individual performansına düşür, 70% isə sırf olaraq Flick'in qurduğu sistemə düşür. Yəni oyunculardan asılı olmayaraq bu sistem artıq zboy verir. Yəni yaramır artıq. Biz hər zaman oyuncuların üstünə ata bilməliyik ki, Barsanın müdafiə xətti keyfiyyətsizdir. Bu belədir. Bunu razıyam. Yəni bunu danmıram. Amma burada problem sırf olaraq oyuncuların individual keyfiyyətindən də getmir. Çünki sistem o qədər qarışıqdır ki, artıq müdafiəçilər çatdırmırlar. Orada Saliba, Van Dijk olsa belə həmin zibil olacaq. Və ən əsas məsələ deyə bilərsiniz ki, bəs Fuad, ötən mövsüm bizim hündür müdafiə xəttimiz ideal işləyirdi axı, saat kimi işləyirdi. İlk növbədə sənin müdafiə xəttində
Inigo Martinez kimi dirijor var idi. Bu başqa nüansdır. Amma onun belə varlığında biz bu problemləri yaşayırdıq və biz qapımızda həddindən artıq çox gol görürdük. Amma biz bunu nəyə görə hiss etmirdik? Nəyə görə biz bunu belə qabartmırdıq və böyütmürdük? Çünki bizim hücum xəttimiz bunu bizə kompensasiya edirdi. 4-ün buraxırdıqsa 5-in vururduq. Anlayırsınız nə demək istəyirəm? İndi vura bilmirik. Ona görə bizim gözümüzə girir. İndi bizim ağlımıza gəlir ki, ayda yox biz ötən mövsüm bəs belə oynamırdıq, müdafiə belə quşlamırdı. Ötən mövsüm bundan betər quşlayırdıq biz müdafiədə. Sadəcə olaraq hücum xəttimiz o qədər produktiv idi ki, o qədər güclü idi ki, biz bunu kompensasiya edə bilirdik. Amma indi də bilmirik. Hücum xətti zboy verib. Və biz artıq o problemləri görməyə başlayırıq. İkinci nüans. Əgər sən hündür müdafiə xətti ilə oynayan bir komandasansa, sənin qarşıdakı pressingin, yəni rəqibin cərimə meydançasındakı pressingin ideal olmalıdır. İdeal. 4-4-lük pressing etməlisən. Necə ki, ötən mövsüm Barsa bu pressing edirdi. Ötən mövsüm demək olar qarşımızda olan rəqiblər aciz qalmışdı bu pressingin qarşısında. Sadə bir misal çəkirəm. Barcelona öz meydanında Atletico Madrid ilə Kubokun, yəni İspaniya Kubokun ilk oyununda 4-4-lük HSS-yə razılaşdı və həmin oyunun ilk hissəsinin ikinci hissəsi idi. Barcelona o qədər ideal şəkildə pressing edirdi Atletico Madridə. O qədər ideal pressing edirdi ki, hətta dostum belə mənə zəng eləmişdi ki, Fuad bu nə pressingdir? Fuad Barsanın oyunçuları neynir? Yəni Atletico Madrid pressingdən çıxa bilmirdi, bilmirdi neynəsin. O pressinglə hündür müdafiə xətti oynamaq olar. Amma indiki pressinglə əlbəttə ki, o hündür müdafiə xətti zboy verəcək. 100% zboy verəcək. Variantı yoxdur. Çünki pressingimiz o deyil. Oyuncular bir-birini pakrivayt eləyə bilmirlər. Qabaq anlaşma var idi. Pedri ilə De Jong bilirdi nə etmək lazımdır. Balde oradan gəlirdi. Kunde buradan sıxırdı. Yamal oradan sıxırdı. Rafinha dayanmırdı. Rafinha indi də dayanmır. O başqa məsələ. Amma kompakt və komanda işi var idi. Hal-hazırda pressingdə batırmışıq. Pressing ideal pressing deyil. Sadə rəqiblər, Alaves kimi, Espanyol kimi, nə bilim, Mallorca kimi rəqiblər bu pressingi rahat şəkildə yara bilirlər. Görün indi qalmışdı ki, Atletico Madrid, Atletico Madrid onsa Mallorca ilə eyni səviyyədədir. Yəni Mallorcaya söz soxan komandanı mən başqa səviyyəyə qoya bilmərəm. PSG olsun, nə bilim, Chelsea olsun, Real Madrid olsun və yaxud Liverpool olsun. Görün onlar nə edirlər. Görün onlar nə edirlər. Başqa sözüm yoxdur. Hər halda az da olsa izah edə bildim problem nədir. Və Flick bu problemi həll etməyə çalışmalıdır. O müdafiə xətti biraz dala çəkməlidir. Yəni belə deyək də kulturlu formada deyək, biraz normal futbola keçmək lazımdır. Barsanın göstərdiyi futbol anormal futbol idi. Biz heç birimiz gözləmirdik ki, Barsa belə anormal futbol oynayardı ötən mövsüm. Bəli, effekti oldu. Yenə təkrar edirəm. Hücum xəttinin sayəsində effekt verdik. Hal-hazırda hücumumuz belə zboy verir. Flick Yamal münasibəti. Mən həmişə Flick'i tərifləmişəm və Flick'i ona görə sevmişəm ki, Flick bir alfa idi. Flick yumruğu stola vuran bir baş məşqçi idi. Sözü söz idi, kəlməsi kəlmə idi və eyni anda bu sərtliyindən əlavə olaraq onun yumuşaq tərəfi də var idi. Oyunçularla belə kommunikasiyaya girmə bacarığı da var idi ki, onları incitmirdi. Yəni onları sındırmırdı. Biz bunu ötən çıxışda demişdik ki, Xabi Alonso gəldi Real Madriddə və borzluq elədi. Dedi ki, belədir, elədir, Mbappé, Vinicius mən sizi hərrəmirəm. Amma Flickdə belə deyil. Flick ulduzlarla işləməyi bacarır. Amma son dönəmlər nəsə Flick mənə az da olsa Xavini xatırladır. Az da olsa Xavini xatırladır. Nəyə görə? Flick artıq çox emosional olub. Bunu heç bəyənmirəm. Bəli, işlər qaydasına getməyəndə insanlar emosionallaşır. Bu normal bir haldır. Təbiətin qanunudur, bu psixologiyadır. Amma Flick doğrudan da emosionallaşıb. Flick bəzən kontrolu itirir öz üzərində. Mən Flick'i belə görməmişdim. Yəni fikir verin Flick'ə. Flick çox əsəbləşir. Və Flick ötən mövsüm elə bir çıxış etmişdi ki, hakimlər haqqında danışmışdı və o çıxışı doğrudan da hal-hazırki dedikləri ilə üst-üstə düşmür. Biz bunu Abdullah'la danışmışdıq o gün.
O düz vurğulamışdı. Mən bunu danmayacağam. Flick demişdi ki, hakimlərin də işi çətindir. Hakimləri də anlamaq lazımdır. Səhv hər yerdə olur. Ona oxşar bir şey demişdi. Ümumiləşdirərək onu deyə bilərəm ki, yəni hakimlərin tərəfini tutmuşdu və onların üstündən getmirdi. Hal-hazırda isə hakimləri sıxır və hakimlərə qarşı təzyiq edir. Haqqına təzyiq edir. Amma Flick o zaman belə deməməli idi. Hakimlərin üstündən getməli deyilik, nə etməli deyilik. Öz işimizlə məşğul olmalıyıq, futbolumuzu oynamalıyıq. Adama indi deyərlər ki, bax, gedin də futbolu oyna, hakimə söz demə. Yəni burada qəribə bir paradoks yaranır və avtomatik olaraq Flick bu söhbətdə səhvdir. Gör günümüzə bax ki, Azərbaycanda hansısa Fuad Flick'i söhbətdə səhv çıxarır. Nəysə. Flick belə deməməli idi və sonu da belədir. Girona ilə oyun. Biabırçılıq. Bu sadəcə olaraq biabırçılıqdır. Buna deyiləsi bir söz yoxdur. Okey, komanda bərbad oynadı. Bir qəpiklik futbol oynamadınız. Bir qəpiklik ha. Yəni heç olmasa bir qəpikdən aşağı olsaydı nəsə deyərdim ki, okey də bunu oynadınız. Bir qəpik ən aşağıdır, onun belə oynamadınız. Və qələbəyə layiq deyildiniz. Birincisi bəli, komanda yaxşı oynadı, realizasiya 0, bu başqa məsələ. Yəni hücumçumuz yoxdur bizim. Yəni Barsa 11 nəfərdən oyuna çıxmır. Uşaqlar, dostlar, Barcelona 11 nəfərlə futbol oynamır. Barcelona 10 nəfərlə başlayır oyuna. Hücumda əgər Leva və yaxud Ferran varsa, avtomatik olaraq biz 10 nəfərlə oynayırıq. Və avtomatik olaraq rəqib bunu hiss edir. Lewandowski-dən nə təhlükə gələcək bu yaşda? Ferrandan nə təhlükə gələcək bu yaşda? Adam ayaq üstə dura bilmir, qalmış ki, topla dursun ayaqda. Bu başqa məsələ. Hakim qərarları. Komanda pis oynadı, bunu qoyuq bir qırağa. Yəni anlaya bilmirəm mən. Yəni bu Sota Gradonun bizlə problemi nədir? Yəni bunun bizdən nə alıb da verə bilmədiyi bir şey var. Yəni bu epizodda necə sən faul verməyə bilərsən? Okey, sən korsan, sən görmürsən, sənin görmə ilə bağlı problemin var. Okey, gələ bu askını götür, sox gözünə, geyin, bu ilə oyunları idarə elə. Əgər səndə yoxsa bu problem, bunu verin var hakimlərinə, soxsunlar, oyla idarə eləsinlər bu oyunu. Bu biabırçılıqdır, dostum. Bu biabırçılıqdır. Gözüm ağrıdır, açıqsızdır. Mən əsəbimdən partlayıram. Mən də Barcelona'nın oyununu hakimin səhvi ilə kompensasiya etmək istəmirəm. Oynaya bilmədik, okey. Nə bilim, alınmadı oyun. Amma həmin qol, bu epizoddan sonra yaranan qol komandanı bütün məhv etdi və alına biləcək bir xaldan belə məhrum etdi bizi. İndi də qərar veriblər ki, Hakimlər Komitəsi deyir ki, hakim səhv qərar verib, var hakimini biz diskvalifikasiya edirik, onun köməkçisi, nə bilim, onun köməkçisini göndəririk Surguta, nə bilim şeyə, nə bilim, sürgün göndəririk, bunu ora göndəririk, bunu bura göndəririk, nə bilim, cərimələr zatlar Barsadan üzr istəyiblər. Soxun o üzrü bir gözəl yerimizə və bizdən əl çəkin. O üzr bizə lazım deyil. O üzr Barsaya 3 xal verdi, o üzr Barsaya 3 xalı qaytaracaq və yaxud o 1 xalı qaytaracaq. Siz hardan bilirsiniz? Bəlkə həmin oyunda Barsa sonda qalib gələcəkdi. Bu üzrlə əgər düzələcəksə, zor. Vur aşırt, üzr istəyirəm, Burat, çox. Oldu da, Burat. Panyati prostit. Düzgün deyil axı bu. Yəni, bu hakimlərə qarşı mənim etirazım, yəni, görürəm dayanmayacaq bu. Nə qədər olar axı? Bu sırf Real'la və yaxud Barsa ilə bağlı bir şey deyil artıq. Barsa qabağa gedir, Barsanı çəkirlər ki, intriqa yaransın, Real çatsın. Real qabağa gedir, Real'ı çəkirlər ki, Barsa çatsın. Bunu 5 yaşlı uşaq da anlayar artıq ki, siz çempionatda intriqa yaratmaq istəyirsiniz. 2 turdan sonra Real 4 xal qabağa keçəcək, 3-cü turda artıq Real'a qarşı hansısa bir ədalətsizlik olunacaq. Ondan sonra Barsa olacaq, oyunu elə çempionatı elə El Clasico'da həll eləyərik. Maraq qalsın da. Maraqlı olsun axı, yəni bu maraqlı olmalıdır. Yəni, Real Sociedadla oyunda, Real Sociedadın qapısına təyin olunan ikinci penaltinin var otağı görmürsə, daha doğrusu orada penalti görürsə, bu epizodda faul mütləq görməlidir, yəni variant yoxdur. Hamı da deyir ki, məni yandıran bilirsiniz nədir? Məni əsəbləşdirən odur ki, bəzi Real azarkeşlər və bəzi o neytral azarkeşlər, dırnaq arası neytral azarkeşlər qayıdıb deyir ki, rəqib deyir birinci top oynayıb.
Sən epizoda diqqətlə baxsan, görərsən ki, birinci toxunuş Kundedəndir. Kunde topa toxunur. Top rəqib oyunçunun ayağına dəyir və o dəyən zaman elə ayağın tapdalayır Kundenin. İlk toxunuş Kundedəndir. Və eynən elə epizod ötən mövsüm Rayo Vallecano ilə oyunda olmuşdu. Amma artıq Barsanın qapısında yox, Rayo Vallecano'nun qapısında olmuşdu və təəccüblüsü də odur ki, həmən oyunda da hakim Satagrado'ydu. Nəsə qəribə gəlmirsə və həmin oyunda Barsanın qolunu saymadılar həmin epizoddan sonra. Biraz gülməli gəlir adama, amma məncə bu gülməli deyil, ağlamalıdır. Eyni epizodlar oldu. Biri rəqibin qapısına, biri də öz qapımıza. Rəqibin qapısına olan zaman qolu saymadı, amma bizim qapımıza olan zaman qolu sayıldı. Hakim isə eyni. Təsadüfdür. Belə düşünmürəm. Yəni doğrudan da çox əsəbiyəm. Mən istəyirəm ki, ədalətli bir çempionat olsun, ədalət öz yerində olsun hər iki komandaya, ümumiyyətlə orada oynayan bütün 20 komandaya aiddir bu. Fərq etmir. Amma yəni deyirəm, Barsa elə oynamalıdır ki, hakim qərarlarından asılı qalmayaq. Yəni yenə də hakimlərdən danışdıq, onları söydük, onları biz yad elədik, amma yenə də sonda Ruslar demiş, Konechny itok gəlib Barsanın özünə ilişir. Biz elə oynamalıyıq ki, hakimlər bəhanə olmasın. Bunu görsə də bilmirik. Yəni oyunumuz oyun deyil hal-hazırda. Məntiqimiz yoxdur. Deməli bu komanda Pedri olmasa batar. Niyə? Okey, Atletico Madridlə oyunda batırdın, Real'la oyunda batıra bilərsən, Chelsea-lə oyunda batıra bilərsən, Girona ilə də oyunda sən batırassan Pedrisiz. Casado nəyə lazımdır onda? Bernal nəyə lazımdır onda? Bilirəm, Casado, Bernal, nə bilim, Fermin, onların üçün bir-birinə birləşdirib bir Pedrini dırnağı eləməz. O başqa məsələ. Amma ən azından Girona ilə oyunda nəsə effekt verməlidir də bu adamlar. Da orada da effekt vermirlərsə dallarından təpiyi vurun sağ-salamat. Amma yenə də demişəm, bunu həmişə demişəm, deyirəm və deyəcəm də. Əsl Barcelona azarkeşlərinə səslənirəm. Həvəsdən düşmürük dostlar. Ruhdan düşmürük. Yəni olan bir işdir. Bu qara palasa da düşmüşük və bundan çıxmalıyıq. Onsuz da ümidimiz çox deyildi. Mən sizə tam mövsümün əvvəlinə dedim ki, Çempionlar Liqası haqqında çox da düşünməyin. Yəni bu bilirsiniz nədir? Bir münasibətə oxşadım bunu. Yəni çox da ümidlənməyin. Yəni sırf olaraq hələ tanımırsınız bir insanı, artıq sonra mən psixologiya keçirəm, münasibətə keçirəm, futbol başım bıraq. Ya ciddi deyirəm. Yəni münasibət kimi bir şeydir bu. Tanımadığınız insana güvənmək söhbəti kimi bir şeydir. Hələ tezdir. Güvənməyin. İnanmayın. Yəni Barsanın hal-hazırki heyəti münasibətdir. O heyətə güvənmək olmaz. Yəni Barsa konkret Barsa azarkeş olmaq, toksik münasibətə sahib olmaq kimi bir şeydir. Bir gün belədir, bir gün elədir. Bir gün oynayır, bir gün oynamır. Yəni sevir-sevmir söhbəti kimi bir şeydir. Yəni bunu bilin. Amma həvəsdən düşmək lazım deyil. Hara kimi gedər. Azarkeşliyimizi edirik. Baxırıq oyunlarından, həzz alırıq. Həzz almayanda da əsəbləşirik belə. Yəni axırda onsuz da sevgimiz bitmir və biz bu klubu titullarına görə sevməmişik. Amma belə yəni kimi oynamaq olmaz da, üzr istəyirəm. Yəni belə normal oynamaq lazımdır. Yəni futbolu göstərmək lazımdır və Flick nələrsə etməlidir. Qarşıdan prezident seçkiləri gələcək. Buradan bilmirəm kim uğurlar arzulayım. Laportaya yoxsa nə bilim Fontdur, adı yadımdan çıxdı. Yəni Laportdan sonra ən böyük namizəd onu göstərirlər. Amma mən heç birini sevmirəm. Yəni amma istəmirəm ki, komanda pis vəziyyətdə qalsın, Bartomeu'nun dövrünə düşsün. Ona görə hal-hazırda elə ən uyğun namizəd Joan Laportadır. Başqa variant yoxdur. Amma gələcəkdəki mənim namizədimi artıq bilirsiniz. Bu Gerard Piquedir. Və ümid edirəm ki, nə vaxtsa Pique Barsanın prezidenti olacaq. Gerard Pique Barsanın prezidenti olandan sonra Barsanı çox yaxşı günlər gözləyir. Mən hətta belə deyərəm, mənə görə Gerard Pique Barcelona'nın Florentino Perez ola bilər. Bəlkə sizin üçün bu absurddur, bəlkə sizin üçün bu bir gülməli bir fikirdir, amma mənə görə belədir. Çünki Gerard Pique pulu sevir, yəni bu normal bir şeydir, əlaqələri güclüdür və ən azından adamın doğrudan da bu sahə üzrə təhsili var. Pique özü ağıllı bir adamdır və mənim kumirimdir, yəni Pique'ni çox sevirəm, yəni həm Barsada oynayan dövrdən, həm United'da oynadığı dövrdən, yəni mənim üçün bir nümunə götürdüyüm bir insanlardan biridir. Pique'ni sevirəm. Görək nə olur. Gələcəkdə Pique'ni Barsda görmək ümidi ilə hamımız kommentdə yazırsınız ki, Pique
Come to Barcelona. Back to Barcelona olmalıdır, neysə. Okey, hamınızı öpürəm dostlar. Qanımızı qaraltmayın, yaxşı olacaq. Qarşıdan Levante ilə oyun gəlir. Orada 4-5 dənə vurub bizim üzümüzü güldürəcəklər. Sonra yenidən başlayacaq qəm-kədər. Adios.